Herkese salamlar. Mən Kamil Möslümov. Bugün sizə yeni test toplusundan fərqli suallardan birinin izahını paylaşacağım. Deməli, öncə funksiyanı sadələşdirək. Yazıram f(x) bərabərdir. Mənfi x-in qüvvətində yaza bilərəm mənfi 1. Çıxılsın 2də 1 vurulsun. X-in qüvvətində mənfi 2. Çıxılsın 3də 1 vurulsun. X-in qüvvətində mənfi 3. Çıxılsın nöqtələr mənfi 9da 1. Vurulsun x-in qüvvətinə mənfi 9. İndi isə funksiyanın törəməsini tapaq. Yazıram f törəmə x bərabərdir. Bu mənfi 1 qarşıya gələcək. 1 mənfi də qarşıda olacaq müsbət. X-in qüvvətində dərəcəni biraz alsaq, yəni mənfi 1 çıx 1 olacaq mənfi 2. Yenə bu qüvvət qarşıya gəlsə, yəni mənfi 2 gəlsə qarşıya, mənfi 2də 1 vurulsun mənfi 2. Oldu müsbət 1, qeyd edirəm müsbət 1 və x-in qüvvətində mənfi 2 çıx 1, yəni olacaq mənfi 3. Eyni qayda üzrə buradakı mənfi 3 gələcək qarşıya, mənfi 3də 1 vurulsun mənfi 3, olacaq 1, yazmağa ehtiyac yoxdur. Sadəcə olacaq müsbət, x-in qüvvətində. Buradakı qüvvəti bir azalsaq, mənfi 3 çıx 1, mənfi 4, qeyd edirəm. Bu formada davam edəcək, plus olacaq hamısı, plus yenə buradakı mənfi 9 gələcək qarşıya. Mənfi 9da 1 vurulsun mənfi 9. Oldu müsbət 1. Onu da yazmıram. Deməli, x-in qüvvətində dərəcəni bir azalsaq olacaq mənfi 10. Və bizdən soruşur funksiyasının törəməsinin x0 bərabər 2də 1 nöqtəsində qiymətini hesablayın. Yəni bizdən soruşur f törəmə 2də 1. Bu da bərabərdir. X-in əvəzinə 2də 1. Yəni 2də 1 nə deməkdir? 2-nin qüvvətində mənfi 1. 2-nin qüvvətində mənfi 1 və onun da qüvvətində mənfi 2 olacaq 2-nin kvadratı. Plus olacaq əslində 2-nin kubu, plus 2-nin qüvvətində 4, plus nöqtələr, sonuncusu plus 2-nin qüvvətində olacaq əslində 10. Bu da diqqət etirin, 2-nin kvadratı, 2-nin kubu, 2 üstü 4 hər dəfə nə edib əslində 2-yə vurubdur. Bu o zaman nədir? Həndəsi silsilədir. Və buradan B1 görünür ki 2-nin kvadratı 4-dür. Silsilə vurğu 2 bərabərdir 2-dir. Neçə hədd var? Diqqət etirin. 1-dən başlamayıb 2, 3, 4, 10-a kimi davam edir. Əslində burada 1-dən başlamadığı üçün 9 dənə hədd var. O zaman bizə S9 lazımdır. Qeyd edirəm. S9 bərabərdir. B1 vurulsun, yəni 4 vurulsun. 1 çıxılsın, 2-nin qüvvətində, yəni 2-nin qüvvətində 9. Bölünsün 1 çıxılsın 2. Bu da bərabərdir. 4 vurulsun. 2 üstü 9 olacaq əslində 512. 1 çıx 512, yəni mənfi 511. Bölünsün 1 çıx 2 mənfi 1. Mənfi əslində oldu müsbət. Bu da bərabərdir. 4'ü vursam 511'ə 4, 4, 4 vur 5, 20. Yəni cavab olacaq o zaman 2044.